Cruises.az-ın dəyərli dostları, müştəriləri, MSC Opera gəmisi və gəminin yuxarı mərtəbələrdən biri, hansı ki, burada həm hovuzlar və də uşaq əyləncələri üçün, uşaq hovuzları və əyləncələri üçün kifayət qədər yeri var. Deməli, bu şəkildə gördüyünüz kimi bu uşaqlar üçün olan hissə bu və biraz daha yuxarıda digər hovuz və təqibində də bar. Kifayət qədər uzun bir gəmidir və kənarlarında da gördüyünüz kimi insanların güləşlənə bilməsi üçün şərait var. Burada bu niyə dəmirə vurur? Deməli, MSC Opera gəmisi 4 ulduzlu gəmi sayılır. Amma bəzən kifayət qədər xoş marşrutları olur. Onun üçün də kruizləri seçəndə bilirsiniz, ya marşrutlara daha çox üstünlük vermək və yaxud gəminin ən yeni olması. Ən gözəl odur ki, əlbəttə ki, hər ikisi bir arada olsun. Yəni həm çox fərqli və gözəl bir marşrut olsun, həm də yeni gəmi olsun. Təəssüf ki, həmişə bu alınmır, amma alındığında da bu fürsəti qaçırtmamaq lazımdır. Bir digər qonşu gəmi Costanın Toskana gəmisidir. Kifayət qədər yeni gəmidir. 2022 olmalıdır, səhv xatırlamıramsa. Və ən son gəmisidir. Costaların ən son gəmisidir. MSC Opera gəmisi də belə bu şəkildə insanlar, hal-hazırda gəmi dayanıb, günorta saatıdır. Bu şəkildə insanlar dincəlir və ümumi əyləncə məkanları və hovuz. Burada birazdan kifayət qədər çox sayıda adam olacaq. Çünki gəminin ən çox istifadə olunan və sıxlıq olan bölümü buradır. Çünki yay vaxtı ən çox hovuzlardan istifadə olunur. Və beləcə fərqli marşrutlardan bu gəmi ilə istifadə edib gəzə bilər və öz səyahət tarixçənizə də yeni kruizlər əlavə edə bilərsiniz və yaxud kruizi yeni əgər başlayırsınızsa, ilk dəfə gedəcəksinizsə, bu səfər də ilk kruizinizə bu şəkildə çıxa bilərsiniz. Baxın belə. Ən doğru kruizləri doğru tövsiyələrlə, doğru seçimlə əldə etmək üçün Cruises.az bizə müraciət edin. Daima ən doğrusunu biz sizə təklif edəcəyik. Bax belə.